Amma mən nəyə görə üzr istəməliyəm? Mən musiqili festivalda layiqli iştirakçı, layiqli xalını verdiyimə görə. Mən sənə dəstəkləməyəcəyəm. Burada deyirsən ki, şəhid ailələrinə dəstək edirsən də. Onu eləmək borcumuzdur. Əlbəttə ki, borcumdur. Mən amma eləmirəm mən heç. Şəhid ailələrine devlətimizin böyük diqqəti var, qayğısı. Sən deyirsənsə, bir vətəndaş olaraq əcəb edirsən və çox sağ ol buna görə. Eləməliyəm. Amma Taylanın sözündə başqa bir səni burada, neyse sən 35 yaşın var, məcbur eləmirik. Gəncsən, bilirsən işi. Mənə maraqlı, niyə görə cəmiyyət səndən hansı sözlərə görə, bax Taylan, yenə dedik, hansı sözlərə görə? Baxın, bayaq verilişin lap əvvəlində balaca bir ifadə işlətdin ki, oğlumu əskər göndərmişsən. Mənim oğlum şəhid olmamışdı ki, əskərlikdə belə bir ana kimi ağrıyırdım, narahat idim. Qonşu... Siz... Mənim də daim oğlu, mənim də qardaşım. Baxın, mənim də qohumlarımdan şəhid olan var. 18 yaşlı Sadiq Bağırzadə mənim yaxınlarımdan. Ananın, atanın bir oğluydu. Ata dözmədi o ağrıya, qəbristanlıqda yatırdı. Bizdə də var. Baxın, biz axı adekvat yanaşırıq. Bax, ona görə biz normal yanaşırıq. Normal yanaşırıq ki... Artıq sülh elan olundu. Qələbə qazanmaq üçün... Yəni biz qələbə qazanmaq üçün bunları yaşamalıydıq, yaşadıq. Sadəcə bu dönəm həssas dönəm olduğu üçün hələ bizim xalqımız... Buyur, özün ifadə ilə azaddır. Hələ bizim xalqımız o dönəmi tam keçə bilməyib deyə o şəhid analarının yarası... Məncə yavaş-yavaş hər şey normallaşacaq. Sadəcə ilk cəsarətli addımı Samirə atdı. Mənim üzr istəməm, mənim səhv olduğumu qəbul eləməkdir. Mən amma səhv deyiləm. Burada heç birimiz səndən o tələbdə məcbur eləyə bilmərik ki, sən üzr istə. Sadəcə bir Azərbaycan xanımı kimi 50 yaşım var mənim. Səndən bir 20 yaş böyüyəm. Bir Azərbaycan anası kimi tövsiyə eləyərdim ki, məsləhət görərdim ki, sənin bu məsələdə yanlışın olmasa belə, hansısa ailələrin hissiyatına, şəhid ailələrinin hissiyatına toxunmaq ehtimalını nəzərə alaraq üzr istəmək qəbahət olmazdı. Yəni bu o qədər də çətin olmamalıdır. Ben düşünürəm ki, burada biraz da qınanılan məsələ ortada olan biraz səmimiyyət də bəlkə ola bilər. Mən Azərbaycan gəldi 6-8 verdim. Mən verərdim. Mən agresor kimi görsəyəm, mənim ölkəmin imajı üçün bu pisdir. Sən burada indi dostumsan, bax, biz burada indi özümüzü xalqa bahalı satmaq istəyirik. Sən verərdin, sən orada olardın, sənin orada başının üstü adam olardı, deyərdi 12 ver. Elə də verərdin, paşa-paşa da verərdin. Gəl bunu da deyək, gəl bunu da deyək. Mən qoymadınız fikrimi. Oraya gedəndə Samirəni tək qoymamaq lazımdır. Oraya gedəndə Samirə üçün əvvəlcədən bir son çıxış hazırlamaq lazımdır. Oraya gedəndə bütün bunlar... Bu ora siyasətçi kimi getməyib. Ona niyə çıxış hazırlansın ki? Bu jüri kimi səs verməyə gedəndə mənə deyildi ki, sən musiqidən anlayışın... İstənilən halda məsələdə erməni varsa siyasətə girir məsələ. Sənə nə deyiblər buradan gedəndə? Hansı kriteriyalar sənə orada uyğun olmalı deyil? Nə azadlıq verilmiş sən? Seçim azadlığı? Sən musiqiçisən, sən musiqini bilirsən, sən kimə hansı rəqəmi istəyirsən, layiqlidirsə, mən soruşdum dəfələrlə. Yəni bu devlətə aid deyil, bu quruma aid. Hansı ki qurum göndərib, bunu devlətdən uyğundurmuyor. Bəs erməni iştirakçısı doğrudan da yaxşı ifa eləsə, mən ona yüksək xal verə bilərəmmi? Sən onu layiq görürsənsə verə bilərsən. Təşkilatçıların dediyi...